Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Abşeron rayonu Məhəmmədli qəsəbəsində evin əşyaları ilə birlikdə belə bir şəxsi tikili həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. Bir daha qeyd edirəm, evimiz yerləşir Məhəmmədli qəsəbəsində. 217 sayılı marşrut yolundan təxminən 200 metr məsafəsi var. 2 sot yarım torpaq sahəsindədir. Yerdən 5 daş kürsüdə tikilib. Həyət tam daşlarla döşənilib, həyətinə bir neçə maşın rahatlıqla daxil ola bilər. Qazı, suyu, işığı, çayğaçlarının hamısı var. Daimi fasiləsizdir. Evin ətrafına keçmək üçün zaborundan məsafəsi saxlanılıb. Padvanla da girişi var. Sənədi torpağın çıxarışı. Hər bir tərəfi yaşayış olan yerdir, dəhliz sistemlidir, 3 otaqdan ibarətdir, təxminən 90 kvadratda evin ümumi sahəsidir. Bura hamam sanitar qovşağıdır. Ev dairəvi qoşadaşından tikilib. Otaqlarda bəzi əşyalar var ki, mebellər satış zamanı hamısı qalacaq. Sənədi torpağın çıxarışı qiyməti 67.000 manat deyilir. Real alıcılara qiymətli indirim evin sahibi tərəfindən olunacaq inşallah. Bura isə evin qonaq otağıdır. Mebelləri görürsünüz, bax bunlar qalacaq. Betonu var, evin kəməri var, hər bir tərəfi cütdaş, pəncərələrin reşutkasına qədər var. Qaz, su, işıq hamısı var, çayğaçlar da var. Burada mətbəxdir, mətbəxdə mebel arası kafel var, yerdə əlavə olaraq kafel hissə saxlanılıb. Burada ən sonuncu yataq otağı. Kombisinə qədər də hamısı var. Qiymət 67.000 manat. Əlavə nə sualınız olsa zəng eləyin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm.